Salam xanımlar, hər vaxtınız xeyir olsun. Xanımlar, bizim firmamızın adı Newwell firmasıdır. Newwell firması sizə 1 aylıq misiyə tam təmənnasız 300 manatlıq məhsul göndərir. Məhsullarımız belə bir qablaşdırmada sizə tam təmənnasız çatdırılır. Bircə dənə yol pulunu siz özünüz ödəyirsiniz. İçərisində 300 manatlıq və ya daha artıq məhsul olur. Heç bir məhsula ödəniş etmirsiniz. Belə bir qaymə şəklində məhsulların həm adı, həm qiyməti, sizə neçə ədəd məhsul gəldiyi, neçə manatlıq məhsul gəldiyi hər biri yazılır. Yuxarıda da sizin adınız, soyadınız, kodunuz, sizə gəlmə tarixi malın hər biri yazılı olur. Məhsullarımız belə bir şəkildə gəlir. Hər birinin qutusu adlı yığılır. Yəni bax belə əzilməsin deyə təmiz bir şəkildə sizə göndərilir. Korobkanı açırsınız, baxırsınız. Zədəli hər hansı bir nəsə hiss eləsəz, şəkil çəkib atırsınız firma rəhbərinizə, sponsorunuza ki, bu mal mənə zədəli gəlib. Yəni həmin mal sizin üzərinizdə qalmır. Yox, əgər ki təmiz gələn məhsulu siz zədələyirsinizsə, o məhsulun məsuliyyətini siz özünüz daşıyırsınız. Yəni kim istəyər ki, malı təmiz göndərib zədəli geri qaytarsın. Belə satdığınızı satırsınız, satılmayanda geri qaytarırsınız. Ola bilər ki, heç nə satmamısınız. Yenə olduğu kimi məhsulu geri qaytara bilirsiniz. Yəni bu sizin bir şansınızdır. Sınamağa dəyər məncə. Heç bir firma sizə bu şərtlər altında məhsul göndərmir. 300 manatlıq məhsul gəlir, hələ artıq satdığınızı satırsınız, satılmayanı zədələmədən geri qaytarırsınız və satdığınız hər bir məhsulun qarşılığında sizə verilir satış hədiyyələri, bonus hədiyyələri, bir də maaş. Yəni bu sizin özünüzdən asılıdır. Alacağınız satış hədiyyəsi də, bonus hədiyyəsi də, maaş da sizin satışınızdan asılıdır.